Yaxşıdır, yayıladır. Bütün dünya alır onları. Azərbaycanın nəyi var? Azərbaycan heç nəyi reklam edib ortalığa çıxara bilmir. Qara kürümüz var, intası görmürük onu. Var. Dünyada axı yalnız kürü, yəni kürümüz var, haqlısınız, razıyam. Var ya, hardadır var. Kürü, asetrin, Azərbaycanın adı oynanan, hər halda bu Azərbaycanın brendidir. Amma bu azdır. Yəni Azərbaycanın çoxlu brendləri olmalıdır. Biz nəsə dünyada, biz rəqabət dünyasıdır. Bu rəqabətə biz nəyisə təqdim etməliyik. Biz elə bir işlər görməliyik, elə dünyaya elə töhfələr verməliyik ki, o başqa yerdə ondan daha olmasın. Yəni buna biz nail olmalıyıq. Yalnız o kürü də əslində təbii sərvətdir də. O da yaradıcılıq nəticəsində əmələ gələn bir məsələ deyil. Amma biz kifayət qədər zəhmətkeş, kifayət qədər yaradıcı xalqıq. Burada indi bir neçə dəfə sizinlə də söhbətimizdə mövzuya toxunmuşuq. Ən böyük problemlərdən biri Azərbaycanın intellekt axınının olmasıdır. Azərbaycan gənclərinin öz xoşbəxtliyini, gələcəyini Azərbaycandan kənarda axtarmağa məcbur olmasıdır. Yəni, heç kəs könüllü olaraq öz vətənini, öz torpağını tərk edib getməz. İndi bəzən onları tənqid edirlər, deyirlər, bunlar qoyublar. Kefindən getmirlər ki. Baxırlar ki, burada karyera qurmaq çətindir, burada rüşvətxorluq var, burada belə deyək ki, tribalizm var, burada dostbazlıq var, sədaqət prinsipləri var. Burada hansısa bir vəzifədə çalışırsansa, hökmən gərək hakimiyyətdə olan qüvvəni təbliğ edəsən və s. Yəni, bütün bunlardan gənclər qaçırlar və Azərbaycanı tərk edirlər. Öz xoşbəxtliklərini, öz karyeralarını Azərbaycandan kənarda qurmağa çalışırlar. Amma məsələn, Amerika Birləşmiş Ştatları kimi inkişaf etmiş dövlət bütün dünyada olan beyinləri, savadlı adamları öz ölkəsinə yığmağa çalışır. Müxtəlif proqramlar var ki, o proqramlar vasitəsilə çalışırlar ki, dünyanın harasında olursa olsun, talantlı, istedadlı, bacarıqlı, qabiliyyətli bir adam varsa, yaradıcı bir adam varsa, istəyirlər ki, onu öz ölkələrində gətirsinlər. Avropa dövlətləri həmin siyasəti yürüdürlər. Yəni, amma bizdə bu siyasət yoxdur. Yəni, bunun özü Azərbaycanın gələcəyi üçün problemlər yaradan məsələlərdən biridir. Yəni, biz genofondumuz barədə düşünməliyik və bu məsələləri həll etmək üçün də Azərbaycanda istedadlı, qabiliyyətli, bacarıqlı insanlara fərqli şərait yaradılmalıdır. Siz indi mən heç kəsin xətrinə dəymək istəmirəm, amma elə bir ucdan kimlərəsə prezident təqaüdü verirlər, kimlərəsə nə bilim xalq artisti verirlər, xalq yazıcısı, xalq şairi, onların da baxmayaraq ki, kifayət qədər varlı, imkanlı adamlardır. Üstəlik də onlara hələ dövlət tərəfindən maliyyə verilir, ev verilir, nə bilim başqa şərait yaradılır. Amma bu yaradıcı adamlar, qabiliyyətli, istedadlı adamlar var ki, məsələn, yaxşı rəssam ola bilərlər, yaxşı yazıcı ola bilərlər, yaxşı bu kompüter mütəxəssisi ola bilərlər, nələrsə icad edə bilərlər. Amma onlar heç yaşayış səviyyələri burada normal olmadığı üçün gedib xarici ölkələrə üst tutmaq məcburiyyətində qalırlar ki, orada da yəni bir karyera qurmaq üçün onların ya vaxtı olmur, imkanı olmur. O şəraitə uyğunlaşana qədər, ora adaptasiya olana qədər görürsünüz ki, yaşları keçir artıq. Yəni buna görə bu məsələlərə diqqəti artırmaq, məsələlər barədə düşünmək, məsələlərlə bağlı xüsusi dövlət proqramları olmalıdır ki, məsələlər həyata keçirilsin.